Quba şəhəri Quba İdman, İstirahət, Təlim və Tədris kompleksində gənc turizm liderləri 2 adlı düşərgə keçirilir. Düşərgə Gənclər və İdman Nazirliyinin dəstəyi, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm və Menecment Universitetinin tərəfdaşlığı ilə baş tutur. 3 gün davam edən düşərgənin keçirilməsində məqsəd əylənərək öyrənirik metodu əsasında gənclərin qeyri-formal təhsil alətləri ilə turizm sahəsində bilik və bacarıqlarını formalaşdırmaq, onların innovativ düşüncə və liderlik keyfiyyətlərini artırmaqdır. Bu tipli tədbirlərin həyata keçirilməsini biz universitet olaraq, ali təhsil müəssisəsi olaraq dəstəkləyirik. Çünki bu tipli tədbirlərdə tələbələr sadəcə maariflənməklə qalmayıb, daha doğrusu gənclərimiz sadəcə maariflənməklə qalmayıb, eyni zamanda müəyyən mənada master klasslarda və bəzi təlimlərdə iştirak edərək praktiki bacarıqların özlərində praktiki bacarıqların formalaşdırılmasını təmin etməyə çalışırlar. Biz inanırıq ki, birinci düşərgədə olduğu kimi, ikinci düşərgədə də gənc turizm liderləri 2 adlı düşərgədə də karyerasına bu sahədə başlamaq istəyən və davam etdirən gənclər üçün uğurlu addımlar olacaq. Düşərgədə gənc turizmçilərin ölkəmizin turizm sahəsinin inkişafında rolunun əvəzsiz olduğu aşılanır. Bu baxımdan bu düşərgənin gənc turizmçilərin gələcək karyeralarının inkişafında stimul olduğu vurğulanır.